4-cü gündür və biz səhər tezdən saat 10-un yarısı şübhəli. Gedirik dənizə. İndi Skadar gölünə gəlmişik. Skadar Lake. Ümid edirəm ki, tələffüz edirəm. Təxmini bir saatlıq yoluydu. Taksi ilə gəldik. Çünki bot kirayələmişdik və gecikirdik deyə tələm-tələsik gəldik. Outfitimi göstərim sizə. I make it so easy to fall in love. So come give me a call and we'll fall into us. I'm the perfect mix of... Göl o qədər qəşəng idi ki, yəni ifadə edəcək söz tapa bilmirəm. Belə bir 6-ya qalmış gəlmişdik. İnsanlar, yəni botun sahibləri çox şirin idilər. Bizlə danışırdılar, söhbət elədik. Sonra şəkil çəkdirdik bir yerdə. Ondan sonra gəldik. Burada belə düzənlik kimi bir yer var. Qızlar hələ də oradadır. Və orada şəkillər çəkdirdik. Hər şey çox qəşəng alındı bugün. Yəni dünənki Kotor faciəsindən sonra bugün belə ürəyimizə yağbal kimi yayıldı da, yəni çox qəşəng idi. Mükəmməl. İndi yenə taksiyə gedirik. Oradan da evə. Elə bir şey qallar. Yeni outfitim, günün ikinci outfiti. Və dostlar, indi evə gəldik, yenidən hazırlaşdıq və aşağı düşürük yemək yeməyə fettuccine. Burada Lamia Pasta adında bir dənə yer var. Düzdür, ayaq üstü yeyilən bir yemək yerdir, amma fettuccineləri çox məşhurdur və düşürük gedirik o yeməyə. Dostlar, Lamia Pastaya gəlmişik və ayaq üstü olmağına baxmayaraq buradakı növbəyə baxın. Ümumiyyətcə belə bir şey gördük. Burada ayaqüstü yeyilən yeməklər daha çox məşhurdur. Nəinki restoranlar falan. Yəni biz özümüz araşdırma edəndə də bir-iki dənə qəşəng yer tapmışdıq, hansı ki tərəflənir, hamısı ayaqüstüdür. Nasıl? Amma proqnozu da yaxşı. Yeməyin axırını bitirmiş biri olaraqdan deyirəm ki, tərifləndiyi qədər yox idi və şu an ürəyim bulanır. İçinə pesoqu cübləmişik. Deməli dostum gəldik ki, Və onunla belə turş tutur. hər kəs buradadır yaxşı. Hər kəs bir mağdur durumundadır. Yəni ki, kosa alıb içək. Limonadın əsl limonadla, yəni təzyiqi Satırıq. üçün əla. Biz belə qaldıq, okey satmırsınız. Ölməsək, təzyiqimiz nanay olması yaxşıdır. Sipariş verəcək, limonad seçəcək. Və bizdə şeydir. Nərgiz içə bilmirik. Uyduq limonad aldım. Bir daha qərara gəldim ki, gecə həyatım mənim üçün deyil dostlar. Gəldik ki, bara dedik ki, saat 12-dən sonra işləyirik. Məsələn. Və biz indi gözlük 12-dən biraz kessin ki, gedərək. Ekstra, yıxıl gəl, ölürəm, gəl. Qızlar razı olsunlar, bir dəqiqə gedib yataram da, yəni. Bar gözləmək zaten heç birindən heyfim gəlməz. Amma bizim qızlar gözləyirlər və üşüyürlər deyə burada otistik hərəkətlər eləyirlər. Uşaq parkında çıxartdıqları hoqqa. Buna. Bu arada termosun bura dəyir və elə hava yaradı ki, sanki bu dəqiqə yıxılacam. Kilsə çanılaq betərdi mənə. Şey eləyim, bırakmadı orada oturur. Davay. Gedirəm indi oranı da yoxlayam. Gecə saat 1'e işləmiş verdiyimiz hoqqaya bax da. Bak İsa dayanmırsa. Sakla. Sakla. Korktu mu? Bir de biz tam görmedik. Ay bir dəqiqə gülmədik qazandıram mən. Saklayabilmirsən.
A few moments later. Sən yüyürsən deyə bəlkə də rahat fırlandın. Sən niyə elə fırlanmadın? oldu mən. Vuramadım elə. Yox. Nurani mikseri idi elə bir. Çünki özü fırladırdı. Yox, vurulmurdu. Mesela sıxmışdım deyə gedirdim. Və belə yavaş görsən, amma çox sürətli idi. Nə sürətli. Dayan görə. Gəl mama qurban. 100% qalacaq. Günortanız bəlkə də axşamınız xeyir dostlar. 5-ci gündəyik artıq. Saat isə 6-ın yarısına az qalıb. Biz hələ evdən indi çıxırıq. Daha çox Nərgizlə mən. O bilər dənizə gedib, biz amma evdə boş yapmışıq. Pasif istirahət düzdür. Dünən təxminən artıq saat 2-yə falan qalırdı, evə gəldik. Ondan sonra da dincəlmək mükəmməl bir şey idi. İndi isə gedirik paraşüdə. Şəkər. Ölməsə yaxşıdır. Bax biz yıllar bu suya düşdük elə bəsimiz. Heyecanlanma. Şortu giymemişim. Telefon alabiliriz. Nə dərs deyirsən? Qorxursan? Heyecanlanıram. Qorxuram. Hiss eləmirəm. Soyuqam. Heyecanlıyam. Mən də qanımdakı adrenalin yenə qaynamaya başlayır. Heyecanlıyam. Salam YouTube izləyicilərimiz. Yerdə dincəldik, indi qalmışıq gəyə. Sizə indi geydən video çəkirik. Mədnə nə demək istəyirsən? Çox qəşəngdir. Bu experience yaşadığımız üçün çox happyəm. Nərgiz? Əla. Ümid edirəm hamımız görsənirik dostlar. Ayağım əsməyə başladı amma məncə Yox, qorxuram. bir şey deyil. Tamam. Bəli dostlar. Əlaydı, amma o adrenalin acılığımı doydura bilmədi də. Yəni heç qorxmadım, heç belə ürəyim hüp eləmədi. Belə sadə qalxdım və heç bir şey hiss eləmirsən də. Yerə baxırsan, qorxu gəlmir sənə. Mən belə düşünürəm təbii ki də. Nərgiz, sən nə fikirləşirsən? Eynən, mən də elə düşünürəm. Yəni qəti qorxusu yoxdur. Yəni, Adrenalin falan da depolanmırsan. Prosu ayağın qalır yuxarıda sallanmışsın. Birinci qalxanda qaldırdı səni. o məndə o da olmadı. Çox yüngül qalxdı. Əgər ki belə qorxun varsa, nə yüksəklik qorxun falan varsa, onda biraz yaxşı ola bilər sənin üçün. Biraz qorxa bilərsən. Nərgiz, sən nə fikirləşirsən bala? Mən biraz ürəyim bulanır. Saçımdan da görünür. Şəkillərdə pis düşmüşəm deyə biraz heyecanlıyam. Heyecanlısan. Çünki yeni bir qatma yaranmışdı saçımda belə. Johnny Bravo'ya oxşuyurdu. Bura şəkildə qoyarsan. Çox istiyorum. Ay şəkil çəkeyim, gözlüyüm video çəkidin. Yenə qariban oturmuşuq orada burada. Pəncərə qabağında. Yenə marojna alışveriş eləyirik. Plastiçkadadır yəni. Mədinə qəşəng mahnılar qoşur. Meşhur mahnı değil. Başka koy. O daha qəşəngdir. Oynayaram mən. Senden alırım çünkü enerjisi. Bırakmaram elimden.
Mən sizi biabr eləyim, siz də görün. Görürsünüz, başımız qarışdı, iki yaraladıq. Hər gün belə mahnı ilə gəlirik. Bu isə kültürdür, bu həqiqi kültürdür. Bir başqara Azəri deyində, Eyüp Ağrov Azəri deyində. Formalını gəlmiş haqı gecə bunların İşte bazar günü. Gedək evdə qoşaq. Siz. Bizim Azərbaycanın zəhləmiz gedir deyən. Elçə xərcə çıxarcım. getmir, darıxmışam, kravatım oduna. Mən də darıxmışam. Normal yaşamım üçün darıxmışam. Ölkəmə getmək istəyirəm. Artıq 6-cı gündəyik dostlar və Katardayıq. Yenə Katara gəlmişik. Pərəstə keçən dəfə gəzə bilməmişdik bəzi sorunlara görə. İndi direkt taksi ilə Pərəstə gəldik. Bugün avtobusa tövbəliyik, ancaq taksi ilə gəlib gələcək. Burada cəmaət çimir. Come inside of my heart if you're looking for answers. Look at the stars, go a little bit faster. Come inside of my heart if you're looking for answers. Look at the stars, go a little bit faster. Demək dostlar, burada bir dənə ada var. Botla gəldik həmin o adaya. İndi yarım saat bu adada fırlanmaq üçün gözləyirlər, icazə verirlər bizə. Ada da çox balacadır onsuz da. Burada yarım saat vaxt keçirdikdən sonra təzədən yenə gəldiyimiz yerə geri qayıdacağıq və bunun üçün də adam başına 5 euro pul vermişik. Gəlmişik indi. Azərbaycanlı olduğumuzu göstərməliyik. Gəldik burada oturduq. Bir tane de simit olsaydı. Günlər durmadan dənizin təmizliyindən danışır. Çünki həqiqətən çox təmizdir. Güləsin içə çıxırıq. Burada Pərəstaydı. Və çox hündürdür. Mədinə gəl çıxmaq istəmirdim və başları atı xarab elədim. Özümlə aparım onlarda. Uşaq oyuncağı idi dostlar. Dostlar, bu sana çalmaq istəyirəm. Günlər gün qoymur. Bence vur. Ben vurarım. Vurum. Ha vur. Heç kim görməyəcək mən bundan sonra. Geçen dəfəki travmatik olaydan sonra axır ki aldıq bileti. İndi ancaq cable car almışıq. Yəni çıxacağıq yuxarıya. Adını unuttum. Oradan sonra da oradan da roller coaster alacağıq. Mənə. Axır ki saat bu arada 5'dir. Qorxumuzdan tez gəlmişik. Yenə qaçırdan. Evrenin bir ısmarlayıcı lazım. Biz gələndən bu reklamı görürük və getməmiş alıb dadına baxmaq istədik ki, görək bu nədir ki, bu qədər hər yerdə banneri var. Çocuk adamlar bulardı. Olur 4 nəfər. Dostlar. Demək istəyirəm ki, ki, bu paraşütdən daha şeydir, belə adamı vahiməyə salır. Dən baxın, çox hündür deyil. Olsun, bağlı olmaqla deyil, yəni. Çox belə daha qorxutucu gəldi mənə. Paraşütü heç nə istəməmişdim. Burada adından gələcək. Mənzərə bu cürdür. Burada bir dənə şey var, restoran. Və dostlar, hava burada soyuqdur. Yəni, biz sevirsən ki, dağın təpəsindəsən. İndi burada dəhşət bir sıra var. O sıranı inşallah qutara bilsək, roller coaster bilet alacağıq. Dostlar, hazırda dəniz səviyyəsindən 148 metr hündürlükdəyik. Sonra deyirəm ki, bura elə biraz soyuq deyə. Aldıq biletimizi, gəlmiş indi burada növbəyə. Çox azlıq növbə var. Çox azlıq, çıqqa.
düz 1 saatdir növbədəyik. Yəni bilet almamız üstdən 1 saat keçir. Və artıq buralarda bir yerdəyik. Çox az qaldı. Yəni əgər ki risk atmaq istəmirsinizsə və gözəl mənzərə ilə qarşılaşmaq istəyirsiniz, təxmini saat 4-5 civar gəlməlisiniz ki, qaranlığa düşməyəsiniz. 1 saat yarımdan sonra, 1 saat 20 dəqiqədən sonra axırcı gedə bildik. Burada yenə şey var, növbə. Ümid edirəm ki, zatımız düşür. Tam böyle adrenalin gəlir, sürət azalır. Heç qaz turumuza da eləməyə ehtiyac yoxdur, öz-özünə gedir. Amma əsəbləşdim dostlar. Tam belə bir atraksiyon sənə gəlir, o saat çıxarır. Belə sürət azaldırlar. Olmaz ki belə. Bəlkə mən ürəyim ağzımdan çıxsın istəyirəm. Biraz çox cüzi adrenalin belə dozamı almışam, çox aldım. Paraşütdə gözləntimi o qədər yüksəltmişdim ki, və oradan o şeyi adrenalini ala bilməmişdim deyə pis olmuşdum da. Sonra amma kompensasiya elədim. Şimdi burada bir restoran var, adının Korzak. Mənzərəsi amma o qədər soyuq bir teras və hər yer demək olar rezerv olunur. Bizlə çöldə bir yer tapmışdıq, amma bizə rəng yorğan vermədiklərinə görə yorğanı işini içəri girdik. Dostlar, biz orada donduq və aşağı düşmə qərarına gəldik. İndi sizə mənzərəni göstərdim. Çox qəşəngdir yer. Mahnı indi yerinə düşdü. Çox estetik bir yer. Demək dostlar, axır ki yer tapdıq və oturduk. Yeməyimizi zakaz edildi, təxmini yarım saat sonra yer tapdıq. Arxamızdakı sıranı görürsünüz. Hələ də yeməyini zakaz edilib, boş stul gözləyən adamlar. Gerçəkten çox sıra var. Yeməyimiz hələ də gəlməyib. Acıq və onu gözləyirik. Onun əvəzinə burada yeni sweet chilili Doritos tapmışıq, onu yoxlayırdıq və mükəmməl, Azərbaycan gəlməlidir. Reklamını bannerin gördüyümüz şirniyyat var idiyə. Ben de benim. Cici bebe. Biz onu tapmışıq. İndi yemək gözləyirdik, amma ürəyimiz farklı tadına baxmaq istəyirik. Nədən odur? Cici bebe. Ben de dedim başında. Ne dedim? Cici bebe. Çünkü cici bebe daha az şey. Necebe alması değil. Belki başka növbe olabilir. Şokolatçısı var idi, şokolat. Cici bebe bundan qəşəngdir. Cici bebəni təkrar edilər. Dostlar, 6 gündür burada 2 dəfədir bu qədər dolu qab görürük, yemək görürük. Tamam, tanış olmaq olar. Bundan buraya bizi. Hi. Dostlar, burada böyle balaca uşaqlar var, oturublar burada şeye baxırlar. Dənizə baxırlar. İndi sizə onu təqdim edəcəm, baxın. Okay. I am Luca, I am 8. Aha. I am Nadia, I am 10. I'm Nicolina, I'm 12. And you? I am Bogdan, I am 7. Çok şirindiler. What are you doing here? We are sitting and people say hi to us and we know it. Adamın influencer dostları olmağının ayrı bir çətinliyi var. Burada bayaqdan kontent çəkməyə çalışırıq. Deyəsən, futbol var və onu celebrate eləyirlər. Ya bilmirəm, fan çartdı bu, ya qalib olublar, nəsə bir şeydir. Burada düşmürük, bayaqdan şəhərdə bir qəribəlik var. Avtobus keçir, nə bilim, polisin zadından əl çalıb eləyirlər. İndi belə kutlama eləyirlər falan. Futbol səsləri da gəldi bayaq. Salam yenidən. Bugün artıq sonunda günümüzdür. Sabah səhər tezdən gedirik.
ve bir nevi birazcık böyle pasif istirahate geçmek kararına geldik. Hiç pasif istirahat edememişik gibi. Bəli, saat 3'e qalır. Son günümüz. Qızlarla dənizdədir. Amma mən artıq burada oturmuram. Çünki dənizə girməkdən bir nevi sıxıldım. Çünki su soyuqdur və günəş alırsan suya girsən ekstra bir üşüməyə başlayırsan. Ekstra bir üşüməyə başlayırsan. Gəlin sizə qızlar göstərim. Bakın. Tadını bu kadar çok sevdiğim ilk şeydi buradaki. Yani buram bananı, pançekin, nutella'sın, her şeyin tadı ciğer. Bu indiyə qədər yediyim ən dadlı şey. Sonuna kadar razıyım. Acıklı konuşma. Hayatlık sonuçta. Anlık bir buluşma. La 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 ben de böyleydim. La 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 hep de böyleydim. Böyleydim. Karanlıkta yanabilirim, boşlukta durabilirim, düşmem ben, kanatlarım var ruhunda. Geldiğim gibi gidebilirim, aşktan vazgeçebilirim, zincir yok ki bizim boynumda. Geçmişe gitmem küsüm gözyaşlarıyla, daha güçlüyüm ben hatalarımla. Beni kendi yoluna çağırma, benim yolum başka. Yokuşlar başka, yokuşlarım başkadır. Yokuşlarım başka. La 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 ben de böyleyim. La 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 hep de böyleydim. Böyleydim. Dıdıdıdıdıt. Şimdi alışveriş için girmişim markete. Buradan Azerbaycan'da olmayan bir şey aldım. Parmak istiyorum eve. İlk seçtiğim şey noodle. Evet dostlar. Axırıncı günümüz saat 8'dir ve yine gedirik otdan. Bu outfitlə kumpirimi. Yine ayaküstü bir kumpir yeri vardı. Oraya gedir kumpir yemeye. Çünkü paramız çok az. Çok. 30 euromuz qalıb təxmini ortalama hamımızda. Ve yine dikə düşürük. Son akşam yemeğimiz kumpir. Montenegro yeməklərindən yarıya bilmədik, keçdik yeməklərindən. Acayip. Hələ görəyimi vurmayayım. Son günüm sadəcə belə gözəl ola bilərdi. O qədər huzurlu hiss edirəm, o qədər gözəl hiss edirəm burada. O qədər qəşəng mahnılar çalır ki. Tam belə arxasına mahnının ağlanılası bir şeydir. Ağlamam gəldi mahnıda. Çox qəşəngdir. Bu Montenegro'nun core momentlerinden biriydi. O kadar güzeldi. Bəzən insanın dayanıb həyatın necə axdığına baxması lazım olduğunu xatırladır. Mənə bu dəqiqə bu moment. Həmişə qaçmışam belə ortamlarda. Heç vaxt qulaq asmamışam mahnıya. Mən şu an içim çox huzurludur.
I could write 1,000 sonnets, even more poems. Evet dostlar, burada bir tane Prince adında pub'du ama içinde kokulu kapılar, nədir pub bilmirəm. Və biz gəlmişik burada oturmağa. Həqiqətən adı Prince Secret Garden'dır. Həqiqətən burada belə uzun yol kimi bir yer var və bura belə gizliydi. Birinci gələndə görmədik buranı. Sonra ofisiyant bizi bura yönləndirdi və çox qəşəngdir belə. Loş işığı falan var və insanı belə soft hiss elətdirir. Belə rahat hiss elətdirir. Cozy. Eğer Montenegro'ya gələcəksinizsə, ağlınızda bulunsun ki, axşam radələrində qətiyyən və qətiyyən çat çokolad, kafe kimi bir ehtimallar yoxdur. Satmırlar. Ya iki denememizin ikisi de boş oldu. Kofenin tadına baka bilmədik. Bir tane bus station'a baxmışdım, o da iğrenç idi. Yenə sizə hara gəldik, pub məkanımız Qodoy. Axır ki, raspberry dondurmamı aldım. Fikrimi yayındıra bilmədim. Kararımda sabit kalıp raspberry dondurma aldım. Mükemmel. Yani son gün raspberry dondurma hak ediyor. Şimdi geldiğimiz sahilde oturaraktan dondurmamızı yemeye düşünürük. Güzel sağollaşmadı. Bura gəlməsəydik, bağırlar çartlayardı. Mədinəni bir neçə dəqiqə sonra itirəcəyik. Ben de qorxdum. Həqqi uşaq deyəsən, buranın pajeniyasına baxar, hər şeyi bilir. Thank you. Mədinə gilə otistik deyəndən sonra mənim ortaya girən videom. Thank you. Mən də biz aşağı Mən də biz aşağı yerlədik. Hazır diye. Kaybollar. Davay Mədinə. Slow. Some heavy. Oh. I guess we are. Artistikler başladı. Eve gedirik. Sərsən saat 8'in yarısı. 8'e qalıb və biz havalimanına gedirik. Herkes çok üzgün. Çok üzgün. Oturadığımı. Əzafət edirəm, mən də üzgünəm. Burada çox qəşəng bir də havalimanlar var dostlar. Gönlünüz asılaq, görməlisiniz. Və biz burada oturup bagajımızın 10 kilo olup olmadığının dərdini çəkirik. Və siz ən rahat mənim, amma ən ağır bagajda mənim. Getdik orada bagajımızı ölçdük, özümüz üçün prov elədik. Və ən yüngül bagaj nərgizində 7.8, 7.5, ən ağır da Gülnarınkidir. Burada bilirsiniz nə oldu? Normalde ölkədən çıxışımız üçün möhür vurmalıdır, amma möhür vurmalıdır. Bilmirik harada olacaq. Bir də axırımızda qapı qalırlar. Qapıda da vurmasalar möhürsüz çıxacaq ölkədən. İndi puanlama zamanında klasik bir son. Kaçta Gülnarın? 10 üzerinden 9 üzerinden bir ona göre çıkarıp çok mutlu var. 10 üzerinden 7 verirəm. Azaldı gedirik. Niye göre? Birincisi nəqliyyat problemi. Çünkü avtobusdan içeri girebilirdik. Çok dolu. İkincisi gözleme problemi. Her şeyde gözlüyordu. Her şeyde sıra vardı. 7 gün tatilde olduğu 7 gün belki de mesela saat olarak 3 günüm gözlemiş. Otobüs tabi çok olurdular. Hamısı çok olurdu. Yani ümumiyyətlə digər millətlərin insanların görüldüğü normal bizim danışırlar. Ama sırf yerli, lokal Montenegrolu insanlar çok olurdular. Bize her şeye böyle acıq edirlər, sifət edirlər, adi əməkdaşlar. Belə. Nəqliyyatdan bir də ki, insanların münasibətində, yerdə xalqından çıxır. 10 üzərindən 9.5, 8.5 verir. 10 üzerinden 8 veririm. Niye?
Yeməkləri çox pis idi, durmadan ürəyimi bulandırırdı. Əhalisi kobuddur, nəqliyyat problemi var və Avropa bölgəsi olmağına baxmayaraq sanki biraz belə geridə qalmışdı. Yemək gördük, gözümüz şuradadır. Dostlar, çatdıq axır ki. Mədinə indi yolcu edirik 20 yanvarda. Ona görə də sağollaşmaq lazımdır. Qızlar da yadınızda Mədinəyə sağ. Mədinə bir küstəli bir pay yedik. 1, 2, 3. Ay! Siz getdiniz bloka. Takes it all.